Zəfər günü ilə bağlı keçirilən silsilə tədbirlər davam edir. Giltex Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi və kollektivi Zəfər gününə həsr olunmuş tədbir təşkil etmişdilər. Əvvəlcə qələbəyə həsr olunmuş video çarp nümayiş olundu. Daha sonra qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Giltex MMC-nin icraçı direktoru Gülnarə Həsənova çıxış edərək hər kəsi salamladı. Xalqımızı təbrik etdi və 44 günlük Vətən müharibəsində iştirak edən igid qəhrəmanlarımızı salamladı. O qeyd etdi ki, Giltex MMC-nin 37 əməkdaşı 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və qəhrəmancasına döyüşüb. Müharibə iştirakçıları da öz növbələrində çıxış edib bu günün əsas mahiyyətindən danışdılar. Çıxış edən müharibə iştirakçılarına Azərbaycan bayrağı hədiyyə edildi. Giltex MMC-nin icraçı direktoru Gülnarə Həsənova xüsusilə vurğuladı ki, mən bir direktor kimi yox, bugün bir ana, bir bacı, bir Azərbaycan qadını kimi çıxış edirəm. Çünki müharibə dövrü biz analar, biz bacılar duamızı sizlərdən əsirgəməmişik. Bugün bu igidlərə verilən dəyər, xoş alqışlar hər kəsdə xoş əhval-ruhiyyə yaratdı. Axı bayramdır, axı zəfərdir. Bu zəfəri isə bizə yaşadan igid qəhrəmanlarımızdır. Biz çəkiliş komandası olaraq bugünkü tədbirdən böyük zövq aldıq. Sonra maraqlı bir məqam baş verdi. Tədbirin şirin tortunu ən qocaman və ən gənc müharibə iştirakçısı kəsdi. Sonra isə xatirə şəkilləri çəkildi. İlk olaraq şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların ailələrinə səbir versin, qazilərimizə uzun ömür, can sağlığı. Növbəti isə xalqımıza uzun illər qalib xalq kimi yaşamağa, gələcək nəsillərdə hər ilin noyabrın 8-də bunu qeyd etməyi arzu edirəm. İlk öncə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Mən artıq 4-cü ildir ki, Giltex MMC-də işləyirəm. Mən çox sevinirəm ki, Giltex rəhbərliyi bizim müharibədəki iştirakımızı belə mükafatlandırırlar və belə tədbirlər həyata keçirirlər. Bu tədbirdə əziyyət çəkən bütün əməkdaşlarımıza və Giltex rəhbərliyinə öz çox sağlığımı bildirirəm. Xalqımıza ilk öncə onu deyim ki, xalqımıza həmişə zəfər yaraşır və bugün də zəfər bayramını qeyd etmək üçün biz burada toplaşmışıq. Giltex şirkəti olaraq bu kimi tədbirlər silsilə xarakteri daşıyır şirkətimizdə. Bugün də biz həm vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad etmək üçün buraya toplaşmışıq. Həm də bizim canlı qəhrəmanlarımız var, bizim əməkdaşlarımız. Onların da hörmətimizi, onlara olan sayğımızı, onlara olan diqqətimizi və onlara olan rəğbətimizi ifadə etmək üçün, minnətdarlığımızı bildirmək üçün toplaşmışıq bura. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Elvin Qudrətov bugün informasiya proqramı üçün.